əmək haqqının verilmə müddətləri ilə bağlı qaydalara dəyişiklik olunması nəzərdə tutulur. Belə ki, sözügedən məsələ Milli Məclisin Regional Məsələlər Komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə edilir. Əmək məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən aylıq əmək haqqı işçilərə bir qayda olaraq 2 hissəyə bölünərək avans və qalan məbləğ 16 gündən çox olmayan fasilə ilə ayda 2 dəfə ödənilməlidir. İllik əmək haqqı üzrə hesablanan işçilərə isə əmək haqqı ayda bir dəfədən az olmayaraq verilir. Yeni Sabah məlumat verir ki, modern AZA açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov yeni sistemin tətbiqinin bütövlükdə əmək bazarında, həmçinin işçi ilə işə götürən arasındakı münasibətlərin beynəlxalq standartlara daha uyğun şəkildə tənzimlənməsinə xidmət etdiyini bildirib. Çünki nəzərə alsaq ki, bir sıra ölkələrin qanunvericiliyində əmək haqqının ay ərzində bir neçə dəfə verilməsi ilə bağlı xüsusi qaydalar mövcuddur. Bu həm dövlət, həm də özəl sektoru əhatə edir. Nəticə etibarilə qanunvericilik işçinin aylıq əmək haqqısını yalnız bir dəfə deyil, bəzi hallarda ay ərzində 2 və ya daha çox dəfə almasına imkan yaradır. Bu isə faktiki olaraq aylıq əmək haqqının müəyyən dövrlərə bölünərək ödənilməsi deməkdir. Deputat bildirib ki, başqa mühüm məqam ondan ibarətdir ki, sözügedən yanaşma xüsusilə işçilər üçün şəxsi və ailə büdcəsinin düzgün planlaşdırılması baxımından əhəmiyyətlidir. Bunun fikrincə gəlirlərin daha qısa intervallarla əldə edilməsi xərclərin planlaşdırılmasını və büdcənin idarə olunması asanlaşdırır. Hazırda bu proses işə götürənlər üçün əlavə yük yaratmır. Çünki əmək haqqının hesablanması, vergilərin ödənilməsi və müvafiq hesabatlılıq elektronlaşdırılıb. Bu isə hər hansı risklərin yaranmasının qarşısını alır. Əksinə, yeni sistemə keçidin əsas səbəblərindən biri məhz həm dövlət, eləcə də özəl sektorda proseslərin geniş elektronlaşdırılmasıdır. Elektronlaşdırma isə öz növbəsində prosedurların daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsinə imkan verir, deyə Vüqar Bayramov bildirib. Əlavə edək ki, layihəyə görə dəyişiklikdən sonra əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq ödənilməlidir. Bundan əlavə, tərəflərin qarşılıqlı razılığı olduğu halda aylıq əmək haqqı əvvəlki qaydada 2 hissəyə bölünərək avans və qalan məbləğ 16 gündən artıq olmayan fasilə ilə ayda 2 dəfədə verilə biləcək.